Fatihə surəsi nə deməkdir? Açılış. Yəni, Quran-ı Kerim bu surə ilə açılır. Həm oxunuş, həm də yazılı tərtib baxımından. Hər şeyin başlanğıcı Fatihə surəsidir. Ummul Quran deyilir. Quranın anası. Bu adı Resulullah sallallahu aleyhi ve sellem Ubadə ibn Samitdən gələn rivayətdə buyurmuşdur. Ummul Quran adlandırmışdır. Kim Ummul Quranı oxumasa namazı naqisdir, deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Onsuz da bütün namazlar nə ilə başlanır? Fatihə surəsi ilə. Ummul Kitab, kitabın anası. Başqa rivayətdə gəlir. Əbu Hüreyrədən gələn rivayətdə. Ummul Kitab. Səb'ül Məsani, 7 təkrar olunan ayələr. Bu ad Quran-ı Kerimdə uca Allahın buyurduğu ayədən götürülmüşdür. And olsun ki, biz sənə 7 təkrarlanan ayəni və böyük Quranı verdik. Hicr surəsi 87-ci ayə. Baxın. Ona görə də Peyğəmbərimiz buyurur ki, Elhamdülillah Rabbil Alemin, bu mənə verilən 7 təkrarlanan ayə və uca Qurandır adlandırır. Quran, Fatihə surəsini belə uca Quran adlandırır. Düşünün. Həmçinin nədir? Əs-salat, namaz adlandırır. Yəni, Allaha bağlı dua adlandırılır. Bu isə əvvəl qeyd etdiyimiz qüdsi hədisdə Allahla qulu arasında bir nədir? Diyaloqdur Fatihə surəsi.